Allahla dualarınızda Quranı istəyin. Necə Əhl-i Beytin məhəbbətini istəyirsiniz, necə Allahın zikr etməyin istəyirsiniz, Quranı da istəyin. Yalvarın Allaha, dua eləyin, Əhl-i Beytə təvəssül eləyin ki, müvəffəq olasınız Quran oxumaqda. Amma necə oxumaq? Yaxşı oxumaq, Qurana bağlanmaq, Qurana varid olmaq. Bax, belə bir oxumaq olsun insan üçün. Onda Quran özünü ona açır. Quran özünü ona təqdim edir. Min batini var, hər batinin də min batini var. Hər kəs nə qədər ixlaslı, mənəviyyatlı, günahdan çəkinən olsa və diqqətli olsa, o qədər Qurandan feyz aparacaq. Qurana bağlanan insanın heç bir belə deyək, qəm qüssəsi olmaz. Təsəvvür eləyin ki, Quran elə bir kitabdır ki, Həzrəti Muhammed əleyhissalamı və Əhl-i Beyt imamlarını belə bir mənada qoy deyim, qane edirdi. Yəni onların da ruhuna uyğun bir kitabdır. Çünki dəryadır. Hər bir insanın ruhuna uyğun qida var. Hətta Həzrəti Muhammed əleyhissalama, hətta Həzrəti Əliyə, İmam Həsənə. Bir yerə qonaq gedərsəni, elə bir süfrə açıblar ki, hər cür adam oradan qidalana bilir. Hər cür adam. Böyüklər də qidalanır, uşaqlar üçün də bir şeylər bişiriblər. Nə bilim, şəkər xəstəsi olanlar üçün də bir şeylər bişiriblər. Deyirsən ki, maşallah olsun, gör nə qonaqlıq deyə, Ramazan iftarıdır. Çağırdığı qonaqların hamısı üçün nələrsə fikirləşib. Həm böyüklər üçün var, həm nə bilim, belə də yaşlılar üçün var. Quran bax belə bir kitabdır. Quran belə bir kitabdır ki, onun içində hər bir kəsi tətmin edəcək qidalar var.